Evimin uçurulmasından 8 il vaxt keçməsinə baxmayaraq, hələ də haqqımı bərpa edə bilmirəm. Şəmkir sakini Sahib Kərimov bunu Ratidə keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə 2011-ci ilin sonlarında Gəncə Apellyasiya Məhkəməsi və Ali Məhkəmə evin yerinin müəyyən edilə bilməməsi haqda Şəmkir rayon məhkəməsinin 2010-cu ildə çıxardığı qərarı qüvvədə saxlayıb. Kərimovun Şəmkir şəhər Səməd Vurğun küçəsi 246-da yerləşən evi 2004-cü ildə uçurulub. Ev bir mərtəbəli 3 otaqdan ibarət olub. Həmin vaxt Rusiyada yaşayan Kərimov avtoqəza keçirməsi üzündən Azərbaycana yalnız 2010-cu ilin aprelində gələ bilib. Məhkəmə işlərinə başlayıb. 2010-cu ilin aprelində Şəmkir rayon məhkəməsi öncə Kərimovun evini qonşusunu uçurması, yerini alması qərarı çıxarıb. Evin yerinin göstərilməsi tələbi ortaya gəldikdə isə məhkəmə ev itdiyi üçün yerinin müəyyən oluna bilməməsi qərarı çıxarıb. Baxmayaraq ki, rayonun baş memarı həmin evin yerində Morul Şadlıq Sarayı tikildiyi haqda sənəd verib. Amma məhkəmədə iddiaçı tərəfin adamları dindirilməyib. Sahib Kərimov evini Vergilər Naziri Fazil Məmmədovun qohumu rayonda Dələduz kimi tanınan Fəzail Quliyevin dağıtdığını bildirir. Amma nazir qohumu olduğu üçün heç kəsin ona təsir göstərə bilmədiyini deyir. Bu yüzdən də məhkəmələr ağlasığmaz qərarlar çıxarır. Həmin vaxt Şəmkirdə hər hansı təbii fəlakət olmayıb ki, ev itə yerə bata. Sadəcə məmur adamları mənim evimi batırıblar deyə evsiz qalan Şəmkir sakini baş verənlərə belə aydınlıq gətirib. Zərər çəkmiş evini uçuranların onunla birbaşa əlaqə saxlamağa cəhd belə etmədiklərinə diqqət çəkib.